Təqdim edin. Mən Əbilova Şahmazdan Masallı rayonu Qızılağac kəndi sakiniyim. Oğlum Sadıqov Coşqun Zülfüqaroğlu. O dekabrın 26-sını, o noyabr ayı onu çağırdılar bizim voyinkomata. Voyinkomata çağırandan sonra onu oradan bir sıra şeylerden çıxandan sonra onu dekabrın 26-sı onu çağırdılar Bakıya, Əlillər yerində. Onu oradan çağırdılar. Orada uşaq mənə zəng gəldi evə dedi ki, ana mənə orta verdilər. Orta. Ondan sonra yanvarın 17-sində uşağıma zəng gəldi. Saat günorta 1-də. Vayanlı bileti götürəcək. Hardan zəng gəlmişdi? Voyinkomatdan. Masallı voyinkomatdan. Bəli, Masallı voyinkomatından zəng gəlmişdi ki, götür vayanlı bileti ökə. Uşaq dedi ki, indi mən sağ maşınım zadım yoxdur. Dedilər, onda birinci gün gəlir. Yenidən yoxlanış üçün mü çağırmışdılar? Yox, ona vapiska vermək üçün çağırmışlar. Dedilər, vayanlı bileti götürəcək. Əlillərdən ora xəbər gəlib ki, uşağı götürün hərbiyə yararlıdır. Yararlı deyiblər, çağırıblar. Ayın 19-da uşaq vayanlı biletini götürdü, getdi. Gələndə ona vapiska verdilər. Ayın 22-si için sən gəl. Hansı ay? Yanvarın 22-si için. Gəl voyinkomata. Uşaq 22-sində getməmişdən qabaq, əlində kağız oldu. Mən valideyn kimi. Bunu çox narahat oldu. Dedim, mənim uşağım xəstə uşaqdır. Mən getdim voyinkomata. Dedim, üzr istəyirəm, uşağınızın konkret nə xəstəlikləri vardı? Mənim uşağımda dil qüsuru var. Anadan gəlmə, keçələməsi var, danışa bilmir. 7 il bundan qabaq ona verilən voyanlı bilet yararsız verilib ki, onun qüsuruna görə verilir. 7 il bundan öncə Masallı voyinkomata ona nivodlu bilet vermişdi. Bəli, nivodlu verib ki, bu uşaq yararsızdır. Həqiqi hərbi xidmətə yararsızdır. Həqiqi, mənə nə bir köpük pul, nə heç nə. 2 aydan sonra da çağırırlar ki, gəl uşağın voyanlı biletini verək. Uşaq gedir, təmanlansız, ona voyanlı biletini veriblər, götür, apar. Bu 7 il bundan öncə təxmini neçənci il təsadüf edir? 2009-cu il. 2019-cu ildə. 2019-cu ildə bunun 18 yaşı tamam oldu, bunu elədilər. Bəs 2019-cu ildən sonra Masallı voyinkomatdan çağırmışdılar? Xeyr. Heç çağırmayıblar. Heç xeyr. Sonuncu dəfə çağırıb? Çağırıb, onu 3 ildən sonra, voyanlı biletini verdilər 2 ay sonra. Sonra 3 ildən sonra çağırdılar ona, genə də yararsız kimi pesad vurdular, verdilər uşağın əlinə. Genə gətirdi, verdi mənə. O voyanlı bilet 7 ildə mənim camadanımdaydı, evimdeydi o 7 il. Bu 7 il, 5 il bundan qabaq uşağım ciddi xəstələndi. Bunun güclü qızmaları oldu. Uşaq ölür, vəziyyət pisdir, Allah bunun olar. Mən apardım Masallıda, vərəm dispenserinə. Uşaq orada vərəm çıxdı. Gördüm uşağın vəziyyəti pisdir. Karantinin güclü vaxtında. Covid-19 vaxt, pandemiya vaxt. Bəli, bəli. Karantinin ən güclü vaxtında. Onda adamları qapının arasına qoymurdular çıxma. Mən onu Bakı Vərəm İnstitutuna aparmışım. Orada 22 gün o uşaq yoxlamış. O uşağın ciyarından 4 litr su çəkdilər. O suyu verdilər analizə. Bu uşaq vərəm çıxdı. Uşaq vərəm çıxdı. Orada da uşaq ciddi şey keçirdi. Bunun qısımda trom yarandı. Bu uşaq ciddi xəstədir. Həm börəklərindəki narahatçılıq var. Ona görə müalicə elətdirməmişəm. İkisi idi. Onu mən eləməmişəm. Həkimə müalicət eləməmişəm. Düzdür, əsəbinə görə müalicət eləmişəm. İlk dəfə dərmanlar atıb ki, dilinə görə, başqa şey yox idi. Kəndin ən gözəl, necəm sayılıb seçilən uşaqlarından idi. Ancaq biraz əsəbi var idi. Daha sonra deməli Masallı voyinkomatından həqiqi hərbi xidmətə vapiska alandan sonra yola düşdü. Mən getdim voyinkomata, dedim ki, uşağım xəstədir, mən sözümə baxmadılar. Oradan mənə dedilər ki, Nazirliyə mən yazdım. Mənə dedilər ki, get, məhkəməyə ver, vəkil tut. Mən getdim məhkəməyə, vəkilin yanına. Vəkillə danışdım, şəxsən özüm, anayam, məndən başqa heç kim yox. Vəkil mənə dedi ki, get, uşağı hansı əsasla aparırlarsa, onun kağızını mənə gətir. Bilmirəm, onların işi belədirsə bilmirəm. Mən getdim təkrar voyinkomata, bu uşaqla getmişəm. Getmişəm voyinkomata, voyinkomat mənə o kağızı vermədi. Dedi, onsuz 2 ilə sonra sən uşağı aparacaq. Gəncə hospitalında 12 dənə həkimin nəzarətindən çıxacaq, 12 dənə həkimlə verəcək dala qayıdacaq. Sən ana, narahat olma, sən uşağı aparmayacaq. Gəlmişəm elə.
ayın 26-sında uşağımı saat 9-da bayankomatdan Gəncəyə yola salmışım. Uşağım ondan sonra mənə danışmadı. Üstündən 8 gün keçdi. 9-cu gün. Uşağım mənə zəng edir. Hərbi hissədən zəng gəlmişdi sizə? Hərbi hissədən mənə yox. Kiminsə telefonu ilə. Bilmirəm, muammalıdır. Mənim nömrəm uşağın yadından çıxıb. Zəng edib mənim qardaşım oğlana, Əliyə. Zəng edib ki, mənim vəziyyətim pisdir. Anama denəm, özüm mənə çatdırsın. Vəziyyətim pisdir. Ay gəldilər. Uşaq belə vahiməli halda telefonu uşaqdan atdılar. Sonra uşaq WhatsApp-la qardaşına yazdı. Yazıb ki, qardaşına, qardaş, vəziyyətim pisdir. Ziyarıma su gəlib, qışlarım tutulub. Məni burada öldürmək istəyirlər. WhatsApp danışıqları var. Həmin adam o WhatsApp-ı uşağın əlinə, başının üstünə uşağın əlindən naxadı alıb, geri dönüş edib, uşağın yazışmaları gedib. Mən mesajları silib də? Bəli, bəzi mesajlar qalıb, bəzi ki, o ciddi məni öldürəcək mesajları gedib. Hamısını silib. Ondan sonra mən gecə gəldi bu zəng mənə. Gecə uşaq saat 11-də mənə oğlum gəmidən dedi ki, ana, sən dur, get tez qardaşımı. Gecə saat 3-4-də işləmiş. Gezinəmlə qızımı da götürmüşəm. Bakıda mənim əmim də var. Ona da zəng eləmişəm ki, mən saat 8-ə qalmışam. Papayelinin xəstəxanasının qabağında olmuşam. Orada demişəm ki, mən Sadıqov Coşqunun anasıyam. Gəlmişəm onunla görüşməyə. Mənə orada dedilər ki, əskərlər hələ bura gətirilməyib. Mənə icazə vermədi. Həmin gündə qar çovğunu idi Bakıda. Mənə dedilər ki, 2 saat, saysaq iyiz. Uşaq indi gələcək, dal kapital salırlar, neynirlər, bilmirəm. Mən uşaqla görüşdürəcəm. Mən 1 saatdan sonra yenə də təkrar müraciət eləmişəm. Məni qapıdan qoymayıb. Mən 20 manat pul olaraq təklif eləmişəm. Məni saldılar içəri. Xəstəxanaya daxil oldunuz? Bəli, xəstəxanaya daxil oldum. Uşağınız oradaydı mı? Xəstəxanaya dedilər, qal burada. Orada keçid yeri var. Dedilər, qal burada. Valideynləri orada salıb içəridə gözlədirdilər. Dedilər, qal burada. Uşağı indi həkim komissiyasından uzağa 10-15 dəqiqə sən görüşdürəcək. Sonra mən orada demişim, mən uşaqsan heç gətirməmişəm, nəsə ala bilərəm. Dedilər ki, hər şey ala bilərsən, verəcək, aparacaq uşaq içər. Belə də olur. Gözləmişəm 1 saat, 2 saat, 3 saat. Ay bala, mən uşağımla görüş. Mən uzaq yerdən gəlmişəm, gecə saat 3-də tutmuşam, gəlmişəm, yalvarmışam, yaxarmışam. Mən tək anayam, uşağımla görüşmək istəyirəm. Sonra gördüm orada vahimə yarandı. Orada vahimə yarandı. Dedi 777-nin əskərlərində onun üstündə gələn böyüyin başı bəladadır. Onlar bilmirdilər valideyn mənim. Mən içəridə onların arasında gəzirdim, o söhbətləri eşitirdim. Xəstəxana arasında eşitirdiniz bu söhbətləri? Bəli, onları şəxsən kimdən eşitmişəm, hansını bir dənə də adlarını bilmirəm, antüristlərini tanıyıram. Dedilər uşağı, burada bir dənə uşağın vəziyyəti pisdir, uşaq burada rəhmətə getdi. 777-yin əskəri. Ana kimi narahat oldu. Ana kimi narahat oldu. Hələ siz bilmirdiniz də sizin oğlunuzdur. Xeyr, mən ana kimi narahat oldum. Mən orada dedim, başsa dedim, qurban olum, mənim uşağımla, necə uşaqdır, nədir? Dedilər 18 yaşı var uşağı. Ürək tutması olub, pəncərədən yıxılıb uşağı. Mənə orada dedilər, elə dedilər. Ondan sonra orada bir dənə biri vardı, ona çox yalvardım, çox yaxardım. Pulu ona vermişdim, balacaboy oğlan idi, qapıda durmuşdu. O dedi ki, xala, narahat olma, gedin mən uşağı özümü götürərəm, gələrəm. Getdi uşağın danıca 1 saat, 2 saat gəlmədi. Sonra gəldi, mənə dedi, gəl bura, getdim, dal qapıya. Dedim, nə hissən, nə olsa olub? Dedi, pulu gələ, mən sənə heç nə deyə bilmərəm. Bu hərbi sirridir. Hərbi sirridir. Nəsə, orada ana kimi ürəyim çox narahat oldu. Mənim orada bütün yeznələrim, əmim, hamısı, bütün nəslimiz yığılışıb, biz uşağı görək. Hamı da oradadır. Sonra orada bir dənə, bilmirəm, özünə hörmət edən bəlkə də adam idi. Bir dənə hərbiçi gəldi. Hərbi paltarında yox. Belə şəxs kimi belə kiyimdə gələn adam. O dedi, mən nazirliyin adamıyam. Sən kimin valideynsin? Dedim, mən Sadıqov Coşqunun balı, anasıyım. Mən onu tək başına bölünmüşəm, atasız baladır. O diyarı xəstədir, dilində nöqsan var, vəziyyəti pisdir. Uşaq gecə mənə zəng edib, ana məni öldürürlər, gəl məni xilas elə burada. Mən onun sənədlərini götürmüşəm, xəstəlik sənədləri, gəlmişəm, rayon mənə baxmıyor. Gəlmişəm ki, burada mən onu verim, yoxlatdırım. Həmin adam mənim qabağımda diz çöküb, demirəm diz çöküb. Çox hönkür başlayıb ağlamaq. Deyib ona, sənə qurbanım, başladım, sənə baxıram mən,
xəcalət çəkirəm. Dedim, aşam, ay bala, niyə, nə olur ki? Dedi, heç nəyi bilmirəm də. Başladı qəribə sözlər demək ki, mən bu dövləti belə, niyə belə olur, niyə belə analar, ağlar qalır. Başladı belə demək. Dedim, ay qardaş, səndən bir dənə söz soruşayım. Deyirlər, burada əskər özünü atıb axı öldü. Dedi, o sözlər hamısı yalandır. Burada heç kim özünü atmayıb. Düzdür, hadisə var, hadisə burada olmayıb. Həmin şəxs mənə dedi. Dedi, hadisə var, hadisə burada olmayıb. Ondan sonra qardaş, mənim çox narahat oldum. Orada da hərbi hissəyə qoymurlar keçin. Elə bilsən ki, gənə deyirəm, erməniyə versəydim yaxşıdır. Onlar ermənidən də betərdi. Mən orada ahva ilə başımı açdım. Qızım da yanında olduğuna görə çox onun yanında şeyləmə, tək qaçdım ora. Dedim ki, ay bala, əskərlərə yuvancı oldum. Ay bala, mənim balam hardadır, Sadıqov Coşqun. Dedilər 770-in, əskəri 77 əskərləri 6 mərtəbəyə gətiriblər. Girdim ora, orada bağlı yer var. Bilən bilir, görən görüb, görməyən bir də görməsin. Orada əskərlərə başladım yalvarmağa. Bala, başıma dedim, Sadıqov Coşqunu istəyirəm. Uşağın biri dedi, görməmişəm, biri dedi. Biri qayıt dedi, mən görmüşəm. Coşqunu mən görmüşəm. Uşaq mənə dedi. Uşaqma o burslar tez onun başını aldılar. Bütün orada rütbəli adamlar çıxdılar qırağa. Mənim ahvayıma qışqırdım. Gördüm, millət mənə baxır, ağlayır. Mən başladım qışqırmağa. Dedim, mənə balama nəsə eləmişsiniz. Orada rütbəli şəxslər var idi. Tanımıram adam, bilmirəm. Görmüşəm, ancaq bilmirəm kimdə. Onlar məni qucaqladı. Apardılar öz otaqlarına. Dedilər, ana, sənə kim xəbər verdi gəlmişsən? Dedim, mənə nəyə xəbər verdilər gəlmişəm? Mənim uşağım gecə mənə zəng edib. Ana, məni öldürürlər, vəziyyətim pisdir. Mən gəlmişəm, mən başqa şeyə gəlməmişəm. Sonra mənim ürəyim gedib, mənə yardım olunum, nə olub? Mənim hərbiçi dayım oğlu var. O gəlib, mənim meydimi mənə vermirdilər. O gəlib, meydimi oradan alıb. Alıb gətirib. Özüm dəfn eləmişəm. Nəşi hardan götürdünüz? Oradan götürdüm. Gəncədən? Papalindən götürdüm. Papali xəstəxanasından? Xəstəxanasından meydimi götürmüşəm, gəlmişəm. Gətirdiniz Masallı rayon Qızlar kəndində dəfn olundu. Bəli, dəfn elədi. İndi də mənə, mən anayam, hər şeyi mənə demir. Hal-hazırda sizin konkret olaraq şikayətiniz yəni hansı qurumdandır? Yəni əsaslı olaraq danışdınız, ətraflı. Konkret burada kimləri günahlandırırsınız siz? Mən bunu yuxarıları günahlandırıram. Necə bunu aparan komissarlıqları günahlandırıram. Hərbi yerləri günahlandırıram. Mənim uşağıma nə oldu? 8 gündə mənim uşağıma, 10 gün ərzində mənim uşağıma nə ola bilər ki, mənim uşağım özünə Buyurun. Mənim şikayətim Masallı komissarlığındandır. Mənim xəstə uşağımı ora apardılar. Masallı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırıcı Masallı rayon şöbəsindən. Bəli. Prezidentimizə, cənab prezidentimizdən xahiş edirəm. Mənim səsimə səs verin. Hüquq mühafizə orqanlarından xahiş edirəm. Mənim balamı qanın yerdə qoymayın. Bir də onu demək istəyirəm ki, məndən necə olar ki, uşağım əgər xəstə edirsə, uşağım əgər vəfat eləmişdirsə, niyə onu mənə deməyirlər? Uşağıma toxunublar. Başa düşərsiniz də nə mənada deyirəm, uşağımı yarıblar. Necə məndən icazəsiz bunu eləyiblər? Burada yuzu yerindən mənə deyiblər ki, uşağı götürüblər icazı. Nədir, niyə eləyiblər belə? Ona görə də mən də xahiş edirəm. Buna ciddi yanaşasınız, xahiş edirəm. Bizim icra hakimimiz gəlmişdi. O yanındakı adamlarla sağ olsunlar, şəhid kimi baş sağlığı verdilər. Mən də xahiş edirəm sizə. Buna, bu haqda ciddi. Özünüz ciddi baxasınız buna. Özüm danışım.